xoşbəxtlik hardadır o? Sən onu harda axtarırsan? Sən hara tələsirsən? Sən heç bir anlıq dayanıb, səni aldadaraq fiziki olarak gedə bilmədiyin dünən və sabahlarda dolaşan düşüncələrinin, dünənə gedib sənə peşmançılıqlar, sabaha gedib sənə qayğılar gətirən düşüncələrinin əsarətindən qurtularaq bir an öz daxili səssizliyinə qulaq astınmı? O sakitliyin içində gizlənən fəryadı və gücü hiss etdinmi? Hər yeni nəfəs sənə yeni ümid verir. Hər yeni açılan sabah sənə yeni bir həyat vəd verir. İnamla irəlilə, çünki həyat səni qarşıda gözləyir. Hər anın dəyərini bil və öz xoşbəxtliyini özün seç. Xoşbəxtlik bizi tələsdirərək həyatın sonuna doğru aparan o, bu, onlar, bunlar deyən düşüncələrin səs-küyündə yox, içimizdəki səssizliyin içində gizlidir.